çörəyim gəlmir, qorxum yox, hürküm yox. Orada Vasif qonaq olub, Vəfa qonaq olub, bir də kim olub? Hə. Vasif sən çox istəyirəm. Mən Vasifdən artıq əski nəsə deyirəm. Vasif əmidir öz qardaşı balaları üçün. Mən onu demək istəyirəm ki, xahiş eləyirəm, öz yerinizi bilin, öz oxumağınızı hələ bir düzəldin. Mən maraqlı deyirsən heç oxumağın. Sadəcə olaraq, sözün olaraq Tolik efirdə deyir, danışır. Vasif də onun dediyin təsdiq eləyir. Mən də buradan deyirəm ki, ay Vasif qardaş, mən 28 yaşım var, 28. 8 yaşımdan zülüm çəkirəm. bəli, əziyyətlə gəlib çıxmışam bir yerə. Mənim hələ bu vaxta qədər xaric oxumağım olmuyor. Mən bu vaxta qədər hansıca bir yerdə ola bilər o təzə örgənəndə muğamı, mahnını, ola bilər səsim qaçıb, yəni həyəcanlı olmuşam, o başqa məsələ. Mənim hələ bu vaxta qədər oxunuşumda xariclik olmuyor. Kökümdən çıxmamışam hələ. Hələ oxumağınızı gedin, düzəldin. Ondan sonra gəlin mənə ilişin, mənə söz atın. Yəni mən təhsilim almışam. Mən muğamlarımdan ən azından bacarığım var. Demirəm üstün. Yox, bacarığım var. Orta da olsa bildiyim var bir şey. Mənə lazım deyil bu günləri deyim ki, mən yəni əməkdar artist olmaq istəyirəm, xalq artisti olmaq istəyirəm. Yəni məndən böyük sənətkarlar var ki, hələ o adı almayıb. Elə Mirələmin özü. Tacir müəllim. Nə bilim, digərləri var ki, onlar elə əməkdar artisti, xalq artistin alsınlar, ondan sonra yaşım çatarsa mənə versələr, verərlər, verməsələr də sağ olsunlar. Bu günləri indi ki, Vasif əməkdar artistdir, gəlin mən oturduğum yerdə söz atmalıdır. Sənə kim ixtiyar verir ki? Sənə kim icazə verir ki? Mən efirə çıxmıram. Efirlərə çıxmıram bu aralar. Efirə çıxmıram, ona görə mən canlı açdım ki, qoy geçsin, çatsın qulağına ki, sən Tolikin sözünə vid versən. Sən heç günhan elit təbəqə nə vaxt oldun ki, sən hansı oxuyansan ki, bizim efirləri bəyənmirsən. Mən efirlə gəlib çıxmamışam bu yerə. Mən o vaxtı oxuyanda mənim mahnılarımı WhatsAppda, storylərdə, Instagramlarda, YouTube'larda paylaş. Mənim onda nə Instagramım var idi, nə YouTube'um var idi. Mən efirə pul verib gəlib çıxmamışam bu yerə. Öz əziyyətimlə, öz nətər deyərlər, öz gücümə, öz Allah göydən baxır da, bunu danmaq olmaz. Yəni göydən Allah görür ki, yəni mən öz əziyyətimlə, yəni xırda mən onu qazanmışam. Yerindən duran gəlir söz atır. Olmaz axı. Yəni niyə görə deyirəm? Allah baxır da, Allah baxır ki, yəni mən onu danmıram. Mən onu dansam, onda gəlib mənə kimsə nəsə deyər ki, sən bu şeyi danmısan, sən səhv deyirsən, sən yalan danışsan. Mən sözümü oxuya bilməyənlər geçsin, öyrənsinlər. Məşq eləsinlər, öyrənsinlər, qardaş. Heç olmasa bir dənə mahnı oxumaq istəmirsən, efirdə mahnı oxumaq istəyirsən, bir dənə mahnı oxumaq istəyirsən, get müəllim tap, öyrən, bir dənə mahnını sənə bir düzgün öyrənsin, ondan sonra ver 2000'ü, 3000'ü, nə bilim 1000 manatı, get ver evrə, oxu, çıx efirdə oxu. Restoranlarda, toylarda oluram. Sadəcə Tolik ləzzət eləmir ki,
Mən Instagramda storydə paylaşmışam ki, Demək ola sənə demirəm. mən storydə paylaşmışam ki, aparıcılar efirə oxuya bilməyəni dəvət edirlər, Bəli. pulun alırlar. Bəli. Gəlir hansısa sənətkardan, hansısa bir nəfər deyirlər, oxuya biləndən səhv tuturlar. Mən ona görə o paylaşdım